Salamlar, vaxtınız xeyir olsun. Mən Adgözəl Laxşin, insan psixologiyası metodisti. Bugünkü mövzumuz ondan ibarət olacaq ki, yenidən ailə daxili mövzulara toxunacağıq və mövzu olaraq bir ailə daxili istənilən qlobal səviyyədə problem olsa da, onu heç zaman ailədən kənara çıxartmaq olmaz. Bu da mövzumuzun adı olsun. Bu da nə deməkdir? Bir də baxırsan, məsələn, övladın bir səhvi var. Problem bir yerə qədər həllə girə bilər ki, məsələn, həmin valideyni anası ilə danışır, atası ilə danışır məsələni. Bu dərəcədən də qloballaşdırıb, onu nəslin var-yoxun kökün arasında abartıb və həmin övladını, belə deyim, yəni, sənə hörmətsizlik edəcəyim düşüncəsi ilə yanaşıb, onu küçümsəldib aşağılamaq olmaz. Bir də baxırsan, atası yığıb qardaşlarını, nəslində bir adam qalmır, yaxud anası yığıb bacılarını, tayfa törəmədə bir adam qalmır, başlayıb hamısını bir-bir xırdalamağa o məsələni, izah eləmək. Belə elədi, belə elədi, belə. Bu daha çox onu intihara, travmaya, yaxud lap pis olacaq bir şeylərə sürükləyir, uzaqlaşdırır, aparır. Biri var ki, gəldi biri-iki nəfər, ağıl, baş, düşüncə dərsi yüksək səviyyədə olan insanlar otururlar məsləhət, söhbət etməyə. Bir də var ki, kollektivin içərisində hər kəs sən pissən, sən səviyyəsizsən, sən düşüncəsizsən, bu nə səhv eləmirsən kimi şüarlar səsləndirərək onu daha çox ölümə yaxud öləcəyinin əvvəlinə sürükləyir və ora çəkir, aparır, bir növ itələyir. Və nəticə etibarıyla da sonradan həmin övladın başına bir iş gələndə onlar çəkilir durur kənarda olan ailə üzvlərində olur. Niyə dünənə qədər yığılışıb gəlmişdiniz? Gəlin indi pis gündə də hər kəs cavab versin görək, bunu ora sürükləyən, itələyən kim oldu? Niyə cavab vermirsən? Dünənə qədər gəlib burada dilləşirdin. İndi haradasan? Deməli, hər qohum deyilən şəxs də heç zaman ailəyə içsən yaxın münasibət bəsləmir. Daima olaraq, məsələn, hər hansı bir növ mənfəət də ola bilər, hər hansı bir növ daxilində ola bilər, kinlə də ola bilər, damlamaq adına biri üstədə 5-ini də qoyub daha çox acılamaq. Daha mən bura səni nəyə çağırım ki? Töhmət eləmək lazım deyil yarımda. Nəyə gəlirsən ki? Və nəticə etibarıyla insanlar heç zaman bir-birlərini hər hansı bir mövzuda, ailə daxili məsələlərdə əksər deyək, 100-ün hətta bir 35-40% mütləq şəkildə qohum-əqrabalarla bölüşürlər. Hamı yığılışın gəlin. Bu sənin əslində övladının başına gələcək yeni bir pis şeyin xəbərçisidir. Zamanla görəcəksən ki, daha da pis oldu. Valideyn kimi məsləhət verə bilirsən, verə bilmirsənsə, el içərisində hər kəsə yayılan bir xəbər və ya cəmiyyət içərisində verilən məsləhət deyil, töhmətdir. Bu qədər. Suallarınız olduğu təqdirdə şərh bölməsinə yaza bilərsiniz və yaxud fikirləriniz olsa bölüşə bilərsiniz. Seanslarımız onlayn və əyani aparılır.